Deməli, sual kartoqrafik proyeksiyaya aiddir. Bildiyimiz kimi kartoqrafik proyeksiya kürənin müstəviyə köçürülməsinə deyilir və bunu 4 üsulla aparılır. Silindrik, konus, azimutal, çoxüzlü. Burada onun üçü verilib. Silindrik, konus və azimutal. Və verilib ərazilər uyğunlaşdırın deyir. Silindrik proyeksiyada kürə müstəviyə ekvator xətti üzrə toxunduğuna görə ekvatorial ərazilərdə deməli tərifin miqdarı, səhvin miqdarı az olmuş olur və bu səbəbdən deməli ekvatorial ərazilər silindrik proyeksiyadan təsvir edilir. Konus proyeksiyada qütb ətrafı ərazilər toxunur. Bu səbəbdən qütb ətrafı ərazilər konus proyeksiya ilə tərtib edilir. Azimutal proyeksiyada isə qütb nöqtələri, qütb əraziləri təsvir edilir. İndi cavablarımıza baxaq. Skandinaviya yarımadası qütb ətrafı olduğuna görə, deməli, gəlin burada göstərək. Skandinaviya yarımadası qütb ətrafı olduğuna görə konus proyeksiyaya aid eləyəcəyik. İkinciyə, Antarktida materiki qütb nöqtəsi olduğuna görə azimutal proyeksiyaya aid eləyəcəyik. Üçüncü, Amazon ovalığı ekvatorda yerləşdiyinə görə silindrik proyeksiyaya aid eləyəcəyik. İslandiya adası qütb ətrafında yerləşdiyinə görə konus proyeksiyaya aid eləyəcəyik. Şimal Buzlu Okean qütb nöqtəsində yerləşdiyinə görə azimutal proyeksiyaya aid olacaqdır. Deməli, üçüncüyə aid olacaq. Qvineya körfəzi isə ekvatorda yerləşdiyinə görə silindrik proyeksiyaya aid olacaq. Cavablarımıza uyğun gələn 1-ə 3, 6, ikinciyə 1, 4, üçüncüyə isə 2, 5 olan cavab olacaqdır. Doğru cavab C variantı.